Müdafiə Nazirliyinin istirahət evinin rüşvət ittihamı ilə həbs edilən sabiq rəisi mayor İlham Haqverdiyevin barəsində olan qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar qəbul edilib. Qərara əsasən təqsirləndirilən şəxsin şikayəti təmin edilməyib. Təqsirləndirilən şəxsin vəkili Richard İsmailov APA-ya bildirib ki, müdafiə etdiyi şəxsin ittiham edildiyi iş üzrə şikayəti yoxdur və dəyən maddi ziyan ödənilib. Müvəkkilim 40 gündə həbsdədir. Lakin 40 gün ərzində istintaqda irəliləyiş olmayıb, müavinlə üzləşmə olub. Bu halda da müvəkkilimin müavininə təsir göstərmə gücü yoxdur. Ona görə də onun barəsində qətimkan tədbirinin dəyişdirilməsini istəyirik. Qeyd edək ki, Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Nazirliyin istirahət evinin rəisi mayor İlham Haqverdiyevin qanun pozuntusuna yol verdiyi müəyyən edilib. Barəsində qanun çərçivəsində tədbirlərin görülməsi məqsədi ilə araşdırma materialları aidiyyəti üzrə hərbi prokurorluğa təqdim edilib. İlham Haqverdiyevin barəsində Hərbi Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 311-ci rüşvət alma maddəsi ilə cinayət işi başlanılıb və Bakı Hərbi Məhkəməsinin qərarı ilə 2 ay 20 gün müddətə həbs qətimkan tədbiri seçilib.